Quba rayonunda Vətən müharibəsi iştirakçıları üçün özünü məşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlar təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbir 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində baş tutub. Məşğulluq idarəsinə müraciət etdim ki, avadanlıqla məni təmin etsin, öz biznesimi yaratmaq üçün. Sağ olsunlar, bir müddət təlimdən keçəndən sonra avadanlıqla təmin etdilər, öz biznesimi yaratdım. İndi min şükür, yaxşıdır, hər şey qaydasındadır. Vətən müharibəsi iştirakçısı olaraq özünə məşğulluq xidmətinin dəstəyini yararlanmaq üçün bu kampaniyaya qoşuldum, prosesi qoşuldum və sağ olsunlar mənə bu özümə məşğulluq xidmətindən mənə bu avadanlıqları təmin edə bilər. Mən hardasa bir 10 ilə yaxın bu sənətdə işləyirəm, məşğul olan bu sənətlə. Amma özüm məşğulluq xidmətindən aldığım avadanlıqlarla 1 il, 2 il yaxın olaraq ki, işləyirəm. Tam sərbəst özüm işləyirəm. Müharibə veteranıyam. Murovdağ istiqamətində olan döyüşlərdə iştirak etmişəm və gəldikdən sonra peşə fəaliyyəti üçün Dövlət Məşğulluq İdarəsinə müraciət etmişəm və oradan mən özüm bərbər ləvazimatları almışam və hal-hazırda da o ləvazimatlarla fəaliyyət göstərirəm. Öz işimi qurmuşam və buna görə də hər kəsə təşəkkür edirəm. Bu proqramın icrası artıq 5 ildir ki, davam etdirilir. Müşahidələrimiz onu göstərir ki, proqram iştirakçıları verilmiş avadanlıqları səmərəli istifadə edirlər. Onların ailə gəlirlərinin artırılmasına dəstək göstərib, eyni zamanda sosial rifahlarının yüksəlməsinə bir faydası olub. Və biz Dövlət Məşğulluq Agentliyi olaraq bu kimi fəaliyyətləri bundan sonra da davam etdiririk və digər müharibə veteranları, müharibə iştirakçıları və eləcə də şəhid ailələrinin üzvlərinin sosial rifahının yaxşılaşdırılmasına və məşğulluqlarının təmin olunmasına istiqamətlənmiş tədbirlərimizi davam etdiririk və onların da bu proqramlardan faydalanmasına, yararlanmasına çalışırıq. Elməddin Əlişanov kimi yüzlərlə müharibə iştirakçısı öz ailəsinin dolanışığını təmin etmək üçün artıq öz təsərrüfatını qurub. Postmüharibə dövründə 27 minədək şəhid ailəsi üzvü və müharibə veteranına məşğulluq dəstəyi göstərilib. Onlardan 12.700-dən çoxu üçün özünü məşğulluq proqramı çərçivəsində kiçik bizneslər qurulub. Qalib xalqın qalib əskərləri indi ölkənin inkişafına öz əməyi ilə töhfə verir. Bu dəstək sayəsində onlar yeni həyata uğurla addımlayırlar.